Salam hörmətli tamaşaçılar, gündəm verilişi növbəti buraxılışı ilə efirdədir. Bu dəfə də ölkəmizdə, regionda və dünyada baş verən ictimai-siyasi hadisələrdən danışacağıq. Eyni zamanda tamaşaçıların verilişin rəy bölməsini yazacaqları sualları, eyni zamanda bu mövzuda qeyd edəcək fikirləri qonağımızla müzakirə edib həmin sualları cavablandırmağa çalışacağıq. Qonağımız isə AK Partiyanın sədri Tural Abbaslıdır. Tural bəy, xoş gəlmişsiniz. Xoş gördük İlham müəllim. Salamlayıram sizləri də, tamaşaçılarımızı. Tural bəy, şənbə günü Ağ Evdə Trumpın da iştirak etdiyi şam yeməyinə bir silahlı baskın oldu. Bəziləri iddia edir ki, 40 günlük bu Fars-Molla rejimi, İsrail, Amerika müharibəsində bir nəticələr əldə edəməyən Trump reytingini bir qədər də artırmaq üçün belə bir siyasi bir oyun qurub. Amma başqa fərqli fikirlər də səsləndirənlər var. Sizin mövqeyiniz, fikriniz maraqlı olardı. Təşəkkür edirəm İlham müəllim. Biz ümumiyyətlə baxanda bilinir ki, yəni ilkin rəy səbəbinin nə olmasından asılı olmayaraq, ilkin rəy odur ki, bu daha çox tamaşaya oxşuyurdu. Niyə? Çünki orada istər məsəl üçün hücumçunun şəxsiyyəti, kimliyi, adam gəlib əsas qapıdan girib sui-qəsd eləyir. Fikirləşin, qapının zəngini basıb sizə gəlib ki, salam İlham müəllim, olar sizi öldürüm, o bizim məktəbatdakı kimi aç qapını, gəlim səni öldürüm. Adam yəni mühafizəçilərin arasından qaçaraq zala getmək istəyib, üzərində 5 tapanca filan. Və tutaq girdin zala, zal böyük zaldır, sən silahla bu başdan o başa necə vuracaqsan və yaxud da sən həqiqətən mi düşünürdün ki, ancaq qaçaraq o mühafizə xəttini keçib içəri daxil olacaqsan. Yəni bunlar bilirsiniz, hamısı səhnələşdirilmişə oxşuyur. Məsələn, qonaqların yarısı panikadadır, qaçışır, yarısı uzanıb selfie çəkdirir. Yemək yeyən də var idi rahat-rahatına. Prezidentdən qabaq Vensi çıxardırlar. Yəni bunlar hamısı və yaxud da Trump oturub belə məsəl üçün atışma səsi eşidilir. O dəqiqə məsəl üçün indi biz bildiyimiz o təhlükəsizlik protokolları necədir? Atışma səsi eşidilən kimi bizə Trump yerə uzadılmalıdır, sağına soluna mühafizəçilər uzanmalıdır. Yəni adam oturub belə gözləyir. Baxmısınız o yalan olmasın 30 saniyə, 40 saniyə oturub, hətta Vens gedib belə oturub belə. Qabağına bir dənə polis stolun üstündən keçir o yüzden durur qabağında. Bu da oturub belə bir başını əyil aşağı, bir kimsə gəlsin sənin. Yəni bunlar hamısı deməyə əsas verir ki, təbii ki bu səhnələşdirilmiş bir məsələ idi. Hansı ki bilirsiniz də prezident seçkilərindən öncə də Trump'ın bir sui-qəsd cəhdi oldu, güya qulağından keçdi filan oldu. O belə onun hesabına da səslərini topladı biraz. İndi də bunu yəqin ki siz də qeyd elədiyiniz kimi İranda baş verən nə deyək bu uğursuzluğa kim nə deyirsin, mənə görə Amerika İranda ki hazırdakı vəziyyət, indi sabah danışıqlar necə olacaq, müqavilə şərtləri necə olacaq, amma hazırki vəziyyət Amerikanın İranda uğursuz bir əməliyyat elədiyini, heç bir qarşısına qoyduğu heç bir məqsəd çatmadığının bariz göstəricisidir. Baş qatmaq üçün də ola bilər. Buyurun. Təbii ki, belə bir xarici mediadan belə bir məlumat rast gəldim ki, güya prezidentlik keçmiş namizəd Kamala Harris'in həmin o sui-qəsdçi o seçki qərargahının üzvü olub, ora maliyyələşdirib. Belə də fikirləşsək ki, həmin o qüvvələrdən qaynaqlanır. Amerikada bilirsiniz necədir? Amerikada bir seçki ənənəsi var, seçkiyə yanaşma məsələsi var. Məsələn, Amerikada partiyalar bizdəki kimi deyil. Məsələn, bizdə necə partiya üzvü olurlar, iclaslara gəlir. Amerikada partiya üzvü ancaq seçkidən seçkiyə, məsələn, seçkidir, heç kim buna zəng eləmir filan, gəl qapını döyür ki, salam İlham müəllim, mən Respublikaçı partiyasına, demokratların üzvüyəm, tərəfdaşım, gəlmişəm öz köməyimi, yardımımı sizə eləməyə. Verin, gedim məsələn, afişə yapışdırım, plakat yapışdırım, nəsə eləyim. Elə adamlar var ki, seçkidən seçkiyə telefonunu götürür əlinə, 50 dollar, 60 dollar, 1 dollar, 5 dollar yardım eləyir. Yəni bunlar elə bilin ki, bir ənənəyə çevrilib. Necə bizim Novruz bayramında papaq atma filan. Yəni bu əslində yaxşı demokratik ənənələrdir. İndi bu adam da demokratların tərəfdarı olub və səhv eləmirəmsə 75 dollar ya neçə dollar belə yardım göndərib. Yəni görün nə qədər şəffafdır ki sistem. Adi bir vətəndaşın kampaniyaya nə qədər yardım etdiyini belə tapmaq olur. Yəni o şəffaflıq var o seçki sistemində, belə deyək də o prosesdə onun özü təqdir olunmalıdır. İndi hər kimsə gəlib demokratlara səs verib deyə, indi onu deyək ki, bu demokratlar buna qarşı sui-qəsd edir, inandırıcı deyil.
yəni Trampı öldürmək istəsələr. Rəqiblərini bir balaca neytrallaşdırma məqsədi daşıyır həm də. Yox, deməzdim rəqiblərini neytrallaşdır. Elə sizin ilkin o versiyanız daha məntiqlidir ki, daha çox İran cəbhəsindəki uğursuzluqdan diqqət çəkmək, diqqət yayındırmaq, ölkə daxilində düşmüş reytinq, yəni 34-35%-ə düşüb reytinqlər. Yəni hətta səhv eləmirəmsə Bushdan belə aşağı vəziyyətə düşüb reytinq və üstə gəldə artıq məsəl üçün benzinin qiyməti orada 3 dəfə qalxıb. Yəni o amerikanlar bunu çox kəskin qəbul edirlər. Bütün bu məsələlərə nisbətən diqqət yayındırmaq filan üçün bir həftəlik, 10 günlük Amerikada mövzu olacaq. Yəni nə idi? Hətta səhv eləmirəmsə Amerika Ağ Evin sözçüsünün indi bəlkə də təsadüf, yəni təvafüqdur, deyir ki, müsahibə verir tədbirdən əvvəl başqa bir kanala, deyir ki, bu tədbir haqqında Caroline deyəsən adı, deyir ki, məsələn, bu gün çox əla olacaq, qəşəng olacaq, burada möhtəşəm olacaq, atışma olacaq filan olacaq. Atışma da deyir, yəni atışlar da işləyəcək filan eləyəcək. Ümumi belə bir, bəlkə də indi o sözün məcazi mənasında deyir filan eləyir, amma ondan sonra videolarda çox yayıldı ki, baxın bu tədbirdən əvvəl elə Ağ Evin sözçüsü deyir ki, atışma olacaq da. Yəni indi bunların hamısı və Amerika olub da, Amerikanın tarixində də belə ənənələr olduğu üçün hamıda o fikir yarandı ki, yəni biz prezidentə sui-qəsd hazırlayan, ona nəsə ciddi eləmək istəyən üstünə tapanca yığıb, gəlib qapını döyüb, demir axı gəl səni öldürün. Bir plan qurar, qaçış qurar, filan eləyər, ya bir sniper tüfəngi ola, bu da Kennedy'nin gördünüz necə öldürdülər küçənin ortasında. Yoxsa ki, məsəl üçün, bu oturub orada, bu da qaça-qaça gələcəm, qapıdan sürətlə keçəcəm. Bizim JEK müdürünün otağını elə keçmək olmaz. Qalmışdı Trump'ın yanı. Əmrlər gülməli məqam ondan ibarət, yaralanan o məxfi idarənin zabiti elə Trump'ın yaxın qohumu olduğu bildirir. Niyə məsələ Trump'ın yaxın qohumu? Yəni də indi bu Trump ailəsinin Amerikaya verdiyi, Amerikaya görə çəkdiyi cəfaların göstəricisidir. Əslində son zamanlar tendensiya var. O qorumalara, qohum əqrabaların gətirilməsi əvvəllər də olub. O sultanlar dönəmində heç kimə etibar eləmək olmayanda öz qan qohumluğu, qəbilə, tayfadan gətirirsən. İndi məsələn Erdoğan da qorumalarının rəhbəri özünün əmsi oldu, əmsi nəvəsi ən yaxın qohumlarından biridir, səhv eləmirəmsə. Yəni o qohumun olması problemdir. Amma görürsünüz yaralanıb bu Trump ailəsi, görürsünüz Amerikaya görə cəfalar çəkir filan. Amma əslində yenə deyirəm, daha çox tamaşaya oxşuyur. Hamı zaten düzdür, indi protokol qaydası ölkə rəhbərləri dəstək bildirdilər, qınadılar filan elədi. Protokoldur. Amma hamısı aşağıda, yuxarıda yəni bilirlər ki, nədir, hara gedib, nəyin olur. Amma o görünən ondan ibarət oldu ki, Amerika cəmiyyəti bir xaosa bürünüb. Bir sabitlik o qədər də belə ciddi əsaslı deyil, kövrəkdir. Deməzdim. Bilirsiniz, Amerika cəmiyyəti çox qarışıq deyil hamam. Biz demokratiyanın müsbətləri var və mənfiləri var. Amma ən müsbət tərəfi odur ki, bu demokratiyada xaosun içində bir sabitlik var, bir sistem var, bir yanaşma var, izah edə bildim. Yəni, məsələn, Amerikanı tutaq ki, bir terror aktından sirkələmək o qədər rahat olmaz. Prezidenti, məsələn, Amerikada səhv eləmirəmsə, 3 ya 4 prezidentə sui-qəsd olunub. Lincoln'dir, Kennedy'dir, Reagan'a da olunub, səhv eləmirəmsə. Yəni, bir-ikisi ölüb, hətta neçəsinə sui-qəsd olub. Yəni, bu tarix boyu olub. Amma görürsünüz, Amerika ayaqda qalıb filan. Mən Amerikanı tərifləmək sevdasında deyiləm, amma hər halda yəni bir sistemin varlığı görsənir və bu sistem önəmlidir. Yəni bizim kimi ölkələrdə bir çox məsələlərdə baxın şəxslərə yox, sistemlərə bağlı nələrsə qurmalıdır. Bizdə məsələn nətər idi? Xatırlayırsınız, Yavər Cəmalov bu Müdafiə Sənayesi Naziri dünyasını dəyişəndə nazirlik ləğv olundu. Ki daha Yavər müəllim ölüb də. Sonra təzədən Azər silah elədilər onu. Sonra təzədən Mədət Quliyev DTX-dan kənarlaşdırılanda onu Müdafiə Sənayesi Naziri eləmək üçün Müdafiə Sənayesi Naziri bərpa olundu. Yəni bilirsiniz, amma belə olmalı deyil. Mövzumuza aid deyil, amma burada nə hiss edirsən? Yəni burada bilirsiniz, baxın, biri var sistem olar. Məsəl üçün də sistemdə Tural da olar, İlham da olar, gələr, gedər. Evet. Amma sistem qalar. Bir də var ki, sistem Turala bağlıdır və ya İlham müəllimə bağlıdır. İzah edə bilim necə? Məsələn, mən varamsa bu struktur var. Mən yoxamsa struktur yoxdur. Məsələn, bir dəfə elə bizim yazıçanlar, Allah can sağlığı versin, problem də yoxdur ondan. O qurultayda sual verirlər, siz dəfələrlə olmuşsunuz, filan eləmişsiniz,
Səhv eləmirəmsə belə bir ifadə işlətdi. Səhv eləyirəmsə üzr istəyirəm. Dedi elə yazsa birliyi mənəm də. Düz də deyil. Məsələn mən əminəm ki, ana dünyasını dəyişsə Allah ömür versin. Məsələn yazıçılar birliyinə dövlətin münasibəti indiki kimi olmayacaq. Elə olacaq, olmayacaq. Büdcədən pul ayrılmayacaq. Jurnalistlər birliyinin aqibəti kimi olacaq? Bir də var ya jurnalistlər birliyi. Əvvəl Hacı Hacıyev idi, onun rəhbərliyində. Səhv eləmirəmsə Elçin Şıxlıdır. Elə eyni aqibət üzləşəcək yəqin. Yəni və yaxud da məsələn indi Allah şükür Paşazadə, Allah ona da ömür versin. Ansam indi Allah şükür Paşazadə indi dünyasını dəyişsə, Qafqaz Müsəlmanları İdarəsi indiki kimi olacaqmı? Yəni növbəti Qafqaz Müsəlmanları İdarəsinin rəisinə mühafizə veriləcəkmi? Məsələn, prezident mühafizəsi veriləcəkmi? Filan olar, dövlətdən maliyyə ayrılacaqmı? Yəni bizdə daha çox insanlara bağlıdır, şəxslərə bağlıdır. Düzdür, şəxslər önəmlidir, şəxslər həlledicidir, şəxslər əsas məsələ. Amma sistem də olmalıdır, izah edə bildim. Məsələn, bir anlıq düşünün, Erdoğan dünyasını dəyişdi. İndi Türkiyədə prezidentliyin institutu ləğv olunmayacaq ki, tözdən prezident seçkiləri. Bizdə də bəzi məsələlər belə oturuşmalıdır. Məsələn, Amerikadakı kimi. Çünki biz dövlət qururuqsa, bu sistem olmalıdır. Yoxsa, məsələn, adicə bir şey deyim də, bir Təhsil Nazirliyinin nə qədər adı dəyişdi? Və yaxud da Sosial Müdafiə Nazirliyinin nə qədər adı dəyişdi? Səhiyyə Nazirliyi nə qədər rekonstruksiya, gah təbib yaradıldı, səhiyyə birləşdirdi, ondan ona alındı, təcil tibbi yardım alındı, buna verildi, xəstəxanalar ona verildi, oradan təzədən qaytarıldı buna. Bu, bilirsiniz, qeyri-sabitlik bunlardır. İzah edə bildim nə demək istəyirəm. Məsələn, bizim bir dostumuzun evladının problemi var. Təhsil məsələsində. Biz bilmirik hara müraciət eləyək. Təhsil Nazirliyinədir, yoxsa bir məktəbə qədər təhsil agentliyi var. Orada nə agentliyi, onun altında bir dənə də agentliyi. Qardaş, bu nədir, nə etmək? Biri var 100 milyon, 1 milyard Çin kimi əhalimiz olar. Deyək ki, bir nazirlik bu milyardlıq insanlara çatmır da. Ona görə alt qurumlar, onun altı qurumu, onun da altı qurumu yaradırıq ki, əhaliyə çata. 10 milyon əhalim var da, sən nə boydasan? Bir şəhər Moskvadan balacasan, İstanbuldan balacasan, New Yorkdan balacasan. Yəni sən nə boydasan ki, bu alt qurumu. Bilirsiniz nə oxşayır? Bu Azərsuda görürsünüz də, yəni şəhərdə görmürsünüz. Məsəl üçün bir quyu qazılıb görürsünüz, başında bir 15 nəfər əlini belə qoyub mənim kimi qaz tuturlar. Bir nəfər də orada çüy vurur. Fakt da çüy vurur. Yəni 15 nəfər tapşırıq verir, bir nəfər işləyir. Bu da onda da baxın səmərəli olmur dövlət qurumları. Və yaxud da səmərəli optimallaşdırma deyirlər. İndi biz bunu deyən kimi deyil, optimallaşdırma eləyirik. Bu nədirsə bir bəladır. Hamını işdən çıxardırlar. Qardaş, yaxşı sən bunu işdən çıxartdın. Bunun gedəcəyi yeri təyin elə, bunu hara işə göndərəcəksən, onu müəyyən elə, sonra işdən çıxart da. Bu adamın krediti var, bu adamın borcu var, bu adam uşaq oxudur, bu adam ailə saxlayır. Optimallaşdırma da 30 nəfər ixtisas eləyir. Məsələn, 60 nəfər kollektivin 30 nəfərini ixtisar eləyirik. Dövlət qurumu, özəli tutaq qoyduq qıra. Dövlət qurumlarında. Yaxşı 30 nəfər ömrünün 20 ilini, 25 ilini burada işləyib. İndi gəlib harda iş tapacaq, nə edəcək, nətər eləyəcək. Baxın, bu sistemsizlikdir mənə elə gəlir və biz də ona görə həmişə demişik ki, müxalifət bu sistemin əsas hissəsidir. Mən istəyirəm, ən belə arzu edilməz hal ondan ibarətdir ki, vəzifə kreslosuna əyləşən şəxs kreslosunu birinci dəyişir, sonra katibəsi dəyişir, sonra ümumi şöbəmidir, sonra da başlayır, aşağılar var. Onlar dəyişir, bəli, ora qədər. Mən bir fakta rast gəldim, dəmir yoluna təzə rəis təyin olunanda Cavid Qurbanov yerinə. Birinci növbədə maşinistləri, dəmir yolunda işləyən fəhlələr var. Onları 420 nəfəri o fəhlələri işdən azad edildi. Metropolitində də eyni ağabey. Bilirsiniz nə? Gəlib desinlər ki, biz büdcəyə qənaət eləmişik. Elə bilin ki, bu bizim Fənad bəyin bir yaxşı lətifəsi var. Misalı bizdən uzaq, xalqımızdan uzaq deyir. Molla Nəsrəddin Uzunqulağa gün ərzində 3 dəfə yemək verirmiş. Otda, yəni. O da indi birisi gündə 3 dəfə ot xərcdir. Bir dəfə yadından çıxır, səhər yeməyi vermir. Səhər otunu vermir. Görür ki, elə Uzunqulaq günortanı da yedi, axşamı da yedi, elə qalır da. Bir müddət səhər vermir, bir ay səhər yeməyi. Sonra deyir, bir eksperiment eləyim, günortanı da verməyim. Günortanı da vermir, görür, Uzunqulaq elə axşamı yeməklə yaşayır da, yəni Uzunqulaq da yaşayır. Bir 5-6 ay da belə gedir. Sonra deyir, ümumiyyətlə verməyim, görüm nə qədər yaşayır. Yəni, dolanır da, niyə özümü xərcə salım, ot alım filan. Uzunqulağa başlayır axşam yemək də verməmək. Uzunqulaq bir həftə sonra ölür gedir. İndi bizimkilər elədir.
Valla misal bizdən uzaq, xalqımızdan uzaq. Yəni elə yanaşırlar. Əşi, nə qədər bizim əməkdaşımız var? 1000 nəfər. Bu 500-ünü çıxardıq da iş onsuz da gedəcək. Necə gedəcək? O yetim yerdə qalanın üzərinə 2 qat yük yüklənəcək, düzdür? İşin keyfiyyəti aşağı düşəcək, xidmət səviyyəsi aşağı düşəcək, o 500 nəfər gedəcək ac-yalavac çöldə qalacaq. Bunlar önəmli deyil. Əsas odur ki, iş gedir. Sən baxın 5 nəfərin işini birinə də yükləyə bilərsən. O iş bir müddət gedər. Amma hardasa keyfiyyət olmayacaq filan. Sonda da nəticə nə olacaq? Fəlakət olacaq. Yəni bunu zamanında bura 5 nəfər təyin olunubsa, demək ki, bu ölçülüb biçilib də oldu. Həm də ki, ştat cədvəli Nazirlər Kabinetinin əsasnaməsinə uyğun müəyyənləşir. Məsələn, baxın, mən sizə bir şey deyim. Burada siz məsəl üçün siz aparıcı kimi var, rejissorumuz var, kameramanımız var filan var. Fikirləşin, müdiriyyət deyir ki, kameramanı, rejissor filan çıxardım. Tamam, özünüz kameranı qurun, özünüz şeyini eləyərsiniz, amma keyfiyyət nə olacaq? Onun sonrası nə olur? Nə qədər elə işləyəcəyiz? Bir ay. Bir ay sonra deyəcəyiz, qardaş, mən işləyəmirəm. Yəni demək bunun qaydası budur, minimumu budur. Yəni mən yox, qoy kameranı da özüm quraşdırım, nə bilim, rejissorluğu da özüm eləyim ki, rəhbərliyin xoşuna gəlim. Desin ki, İlhama əhsən, İlham 2 nəfəri pulunu mənim cibimdə saxladı. Özü bu olmur axı. 2 nəfər pul işsiz qalır, gücsüz qalır. Burada da keyfiyyət düşür aşağı. Yəni bizdə amma optimallaşdırma. Baxın, siyasətçilərin məqsədi xalqı razı salmaqdır. Məsələn, populist siyasətçi deyirik, populist siyasətçi deyirlər adətən, populist partiya. Onlar nə deməkdir? O deməkdir ki, populizm nədir? Deyir ki, qardaş, biz gələcəksə pul verəcəyik. Biz gələcəyik maaşı 5 dəfə qaldıracağıq. Biz gələcəyik pulsuz ev, məsəl üçün deyir elə. Bunlar deyir bunu və sonra da çalışırlar bunu eləsinlər elə. Və iqtisadçılar bunlara deyir ki, bu populistik siyasətdir də, düzdür ya yox. Və amma əsl siyasət budur. Mən səsi İlham müəllimdən alacamsa, İlham müəllimin xoşuna gəlməyə çalışmalıyım. Düzdür ya yox. Məsələn, sizə maaşı çox verməliyəm, güzəştlər eləməliyəm. Yəni mənim üçün büdcə birinci olmalı deyil. Siyasətçi üçün birinci kimdir? Seçici olmalıdır, vətəndaş olmalıdır da. Sonra büdcə, iqtisadçılar üçün büdcə birinci olmalıdır. Siyasətçi üçün yox, izah edə bilim. Amma bizdə indi siyasətçilər büdcəni birinci yerə qoyublar. Yəni tək büdcə dolu olsun. Xalqın məmnuniyyəti önəmli deyil. Amma unudurlar ki, bütün bu büdcə, bu sistem, bu mexanizm hamısı xalqın məmnun olması üçün qurulub ki, xalq gəlsin o siyasi iqtidara dəstək versin. Düzdür? Yəni siyasət budur. Xalq dəstək vermədiyi siyasi iqtidarda qala bilər, qala bilməz və qalmamalıdır. Sən necə məsələn bir qərar verirsən, bilirsən ki, bu qərar məsəl üçün deyil, 1 milyon adamı narahat eləyəcək. Narazı salacaq. O qərarı verərsən, məntiqlə verməməz. Amma bizdə necədir? 1 milyon adam narazı qalsa da, büdcədə bir 50 milyon pul əlavə gəlirsə, yox qoy narazı qalsın. İzah edir, məsələn, qazın qiymətinin artırılması, işığın qiymətinin artırılması, elektrikin qiymətinin artırılması, suyun qiymətinin artırılması, hamısı üst-üstə gələndə büdcəyə cəmi il ərzində 150-200 milyon əlavə pul gəlir. 150-200 milyon. 150-200 milyona görə sən 5 milyon abonenti narazı salmaq nə dərəcədə siyasətçi üçün məntiqlidir? İqtisadçı üçün deyə bilərəm, iqtisadçı deyir, iqtisadçıdır bu, pul, gəldi, çıxar, rentabellilik, xeyir. Amma siyasətçi iqtisadçı kimi düşünəndə, belə olur. Siyasətçi iqtisadçı kimi düşünəndə, İlham müəllim, biz nə deyəcək? Ümumiyyətlə, biz pensiya niyə verməliyik? Yaşlı adam işləyib maaşını alır, məntiqlə də niyə pensiya verməliyik? Və yaxud da yığıb 5000 kapital, bəs 5000 kapital qutaran ki, məsələn 50 min, 100 min, nəsə, pensiya kapital qutardı, dövlət pensiya verməməlidir. Yəni, əgər siyasətçi, iqtisadçı kimi düşünsə, belə olacaq. Amma siyasətçi necə düşünməli? Deməli, dövlətin pulu varsa, onun əlinə də, pensiyaçısına da, xəstəsinə də, tələbəsinə də, hər bir bəhanə ilə yardım eləməliyəm, dəstək verməliyəm ki, xalq məndən razı qalsın, məni yenə hakimiyyətdə saxlasın və xalqın xoşbəxtliyinə işləyək. Acı təsir doğuran həm də ondan ibarətdir Tural bəy. Azərbaycan cəmiyyətində məmurlar belə arzulanan belə imicə malik deyirlər. Bilirsiniz niyə İlham müəllim? Baxın, mən sizə bir şey deyim. Sizə elə gəlməsin ki, rəhbərliyin qabağında hamı qalxıb söz deyə bilir. İzah edə bilir. Məsəl üçün, indi bu Fatih Sultan Məhəmməd filmi var, bilmirəm, mən baxıram ona. Məsələn, orada bir də görürsünüz ki, belə düşünür. Amma düşündüyü, tutaq ki, sultanla üstə düşmür deyə fikrini gizlədir ki, hədəf olmayıb. Amma fikrini gizlətdiyinə görə də
Məsələn, sultanın xəbəri olmur prosesdən və proses neqativə gedir. İndi bizim nazirlər, komitə rəhbərlər, agentlik rəhbərlər sizcə gedib hamısını deyirlər. Məsələn, icazə alır, cənab prezident, mənim məruzəm var. Bəli, buyur qardaş. Mən məsələn bu sahədə problemlər var, çatışmazlıq var. Sizcə neçə nəfər deyib? Deyə bilər sizcə? Siz təsəvvür edin, siz kimsə, hansı nazir, hansı olur olsun, təsəvvür edin. Agentlik rəhbər və prezidentin müşavirələri olur da, iqtisadi müşavir olur, filan nazirə kabineti. Məsələn, əlini qaldırsın, cənab prezident, mənim məruzəm var. Bəs bu lap qapalı efirdə olsun, lap canlı efiri qoyuram qırağa ki, məsəl üçün indi xalqın qarşısında hər şeyi də deməsinlər. Hə. Kimsə durub deyə bilərmi? Deyirmi ki, görəsən ki, cənab prezident, bu sahədə boşluqlar var, çatışmazlıqlar var, narazılıqlar var. Kimsə sizcə deyə bilər? Belə hipotetik fikirləşək də. Təsəvvür eləmirəm. Bəs bunu olmayanda da hamı gəlir ki, cənab prezident, hər şey yaxşıdır, hər şey əladır. Amma dəfələrlə cənab prezident deyim ki, problemləri siz qabardın. Deyil, siqnal verin və deməlisiniz. Axı, məsələn, mən deyirəm elə, gedib hansısa formada prezidentin qulağına çatanda, məsəl üçün deyək də, mən sizi tənqid eləmişəm. Siz tutaq ki, təhsil sahəsindəsiz. Deyirəm ki, mən bacarmır, filan. Bu da gedib prezidentin qulağına çatır. Baxır ki, Tural adlı bir müxalifət partiyasının sədri, Tural Abbası tənqid eləyir İlham, sizi də, İlham müəllimi. Çağırır ki, İlham müəllim, nə məsələdir? Nə deyəcək? Bu müxalifətçidir cənab prezident. Bunlar elə hər şey qərəzli baxırlar, elə görmürlər irəliləyişdə. Və salam söhbət bitdi də. Deyən aşağı yuxarı 50-nin 50-yə. Amma bir də var ki, İlham müəllimin özü qalxır deyir ki, cənab prezident, bu sahədə problemlər var. Bax, bu islahatları eləsək belə olar. Hamısı şəxsini qoruyur, özlərini qoruyurlar, kreslolarını qoruyurlar və ona görə bu qədər narazılıq var. Baxın, gəlin prezidenti qoyaq qırağa, digər bütün nazirliklərin sorğusunu keçirək. İndi siz müxalifət jurnalisti deyilsiniz də və mən tanıdığım qədəri də uzun illərdir sizin jurnalistik fəaliyyətinizə bələdəm. Siz tanıyandan da Yeni Azərbaycan Partiyasının iqtidarını dəstəkləmişsiniz. Şəxs olaraq, jurnalist olaraq biz də zamanında kifayət qədər tənqid eləmişsiniz. İndi eləyə bilərsə problem deyil. Yəni, baxın, sizdən soruşuram da, mən demirəm. Məsələn, prezidenti qoysaq kənara. İndi Qarabağ alıb filan, bu danılmaz faktda Qarabağın azad olmaz. Əhali sorğu keçirsə, əhali neçə nazirdən razı qalar? Tabii ilk öncə mən deyim ki, cənab prezidentin komandasının hər bir üzünü mən birmənalı şəkildə dəstəkləyirəm. Çünki cənab prezidentin inandığı, etibar etdiyi vəzifə sahibləridir. Amma ümumi şəkildə götürsək, haqlısınız o mənada ki, doğrudan da cəmiyyətdən məmurlara qarşı münasibət heç də azaldan deyil. Məsələn, mən deyim də, Bakı şəhərinə su bastı, heç kimin cavabdehliyi daşımadı. Metropoliten 3-4 saat işləmədi, insanlar tuneldə yeridi, panikaya düşdülər. Heç kim deyilmədi ki, qardaş, bu filan kəs cavabdeh idi, bunun demirəm, qulağından tutub harasa niyə kabel xətti yanmalıdır? Özü də siz bilirsiniz, Bakıda 2-3 dənə strateji məsələ var. Biri metrodur. Hər zaman belə olub. Biri Azərbaycan Dövlət Televiziyasıdır, biri metrodur. Yəni, bunlar Bakı üçün, ümumiyyətlə, Sovet dönəmindən bəri həm siyasi, psixoloji bir məsələ var. Metro, ASTV, filan, parlament, bunlar önəmli məsələlərdir xalq üçün. Bilmirəm, yəqin 90-cı illərdə qalan o yaddaşdan gəlir. Yəni, metroda, qardaş, mənim bir müşavirim var, Azər bəy, 44 yaşı var. Ağır da adamdır. Metroda yarım saat metroda qalıb. Nə bunlara xəbər verən var, nə zəng elədi ki, qardaş biz metroda qalmışıq. Bilmirik nədir, görün nə deyirlər, nədir, bizi təxliyə, saytlar yazır təxliyə olunub, biz təxliyə olunmamışıq filan eləmə. Yəni adamlar da metroda cəmi tuneldən nə bilim 50 metr, 70 metr aralıda qatar tunelin içində saxlayıb. Deyir özü bizdən qabaq gedən qapaqda qatarda tüstü hiss elədim, düşdüm buna mindim. Yəni sən o tüstünü hiss eləmirsən, sən niyə o dəqiqə saxlamam? Niyə insanlar tuneldə? Yəni bunlar müzakirə edilir. Bilirsiniz, baxın, açıq müzakirə olunmur. Qapalı. Niyə qapalı? Qardaş, nəyə gizlədirsiniz? Nə olacaq ki? Açıq deyin ki, burada günah İlham müəllimin idi, Tural müəllimi, filan-kəsin idi. Siz deyirsiniz, prezidentin etimadı. Mən razıyam, indi prezidentin komandasıdır, prezident. Amma Fuad Nəcəfli də var idi də, hə? Bəli. Haran Fuad Nəcəfli Naxçıvanın şeydi də, bu nədir, səlahiyyətli nümayəndəsi idi də. Prezidentin özü durub demədi ki, qardaş, bu mənim etimadımı doğrultmadı. Və yaxud da Nəsimin icra başçısı
40 günü də təyin eləmişdi. Xatırlayırsınız, prezident dedi ki, bax gedin xalqa xidmət eləyin filan. 40 gün sonra dedi ki, bu adam rüşvət alır. Yəni indi bu bilirsiniz, bəzən elə rəy yaratmaq istəyirlər ki, baxın bu məmurların taktikasıdır. Yəni bizə söz deməyin, bizi bura prezident təyin eləyib. Bildiniz necə? Yəni bizə söz demək prezidentə söz demək. Qardaş, prezidentə söz demək prezidentə deyərlər. Sənə aidiyyatı sənə deyərlər. İzah edə bildim nə demək istəyirəm? Azərbaycanda 30 mindən çox səhv eləmirəmsə vəzifə var. İndi bu 30 minin hamısını şəxsən 57 mindir bütün halda. 57 min al. 57 min vəzifənin hamısını prezident bir tanımalıdır. Yəni qardaş, sən tapşırılıb sənə, indi sən qarpız deyirsən ki, kəsə içsivə baxaq, görək nədir. Tapşırılıb vəzifəvi gör. Görənmirsənsə, mənim cənab prezident təyin eləyib, bura mənə söz demək olmaz. Qardaş, sən cənab prezident təyin edib, cənab prezident uzaqlaşdırır. Nə qədər vəzifəli var içəridə? Ramiz Mehdiyev haqqında cinayət işi gedir. Gör neçə il onu orada oturub işləyib, prezident təyin edib. Yəni bilirsiniz, bəzən prezidentin adından özlərinə müdafiə qalası kimi düzəldirlər və bilirsiniz, bu əslində elə o komanda rəhbərinə də dolayısıyla xəyanətdir. Sən əksinə öz sinəni verməlisən prezidentin qabağına ki, bəli, mən səhv eləmişəm, mən bacarmamışam, burada prezidentin etimadını mən doğrultmamışam. Hətta kreslonu itirsən belə. Bəli, kreslonu itirsən belə, sən məsuliyyəti öz üzərinə götürməlisən ki, bəli, mənim səhvimdir, mənim boşluğumdur, mən səhv məruzə eləmişəm, mən səhv demişəm ki, komandanın liderini qoruyasan da, ictimai qınaqdan, nədənsə. Amma siz bir şey olan kimi, bizi cənab prezident təyin edib, cənab prezidentin etimadını oturmuşuq. Yəni, artıq cənab prezident səni müdafiə eləməli olur, qalxan olur sənə. Bu da düz deyil axı. Yəni sən qardaş, bax mən sizə bir şey deyim də, İlham mən. Qarabağ məsələsindən bağlı biz bir şey deyən kimi deyirik, Qarabağ müqəddəs məsələdir, Qarabağa toxunmaq olmaz, Qarabağda yeyinti, filan söhbətləri yaraşmaz, biz illərdir razıyam. Qarabağ mübarək məsələ. O da Hesablama Palatasının rəhbəri. Onu ora kim təyin edib? Prezident təyin edib də. Çıxdı dedi ki, Qarabağda səmərəsiz xərcləmələr var, israf var, yeyinti var. Hə, indi onu daşqalaq eləyin gedin. Ki, sən niyə demisən ki, Qarabağda bu məsələlər var? Və yaxud da neçə dövlət müəssisəsində... Salih Məmmədov haqqında yazır, 157 milyon. Hə, Gəncə haqqında. İndi mən desəm ki, Gəncə şəhərində belə məsələlər var. Siz deyəcəksiniz ki, Turan Gəncə icra başçısını cənab prezident təyin edib. Qardaş, Hesablama Palatasında cənab prezident təyin edib. Görürsünüz, deyir ki, burada xərcləmələr var, yeyintilər var, şirtmələr var. Tək Gəncədə yox, tutaq ki, nazirliklərdə filəndə beşməkən. Yəni, bu məsələləri qoymaq lazım kənara, tənqidə açıq olmaq lazım, müzakirəyə açıq olmaq lazımdır. Müzakirə olunmasa, problemlər üzə çıxarılmasa, bu necə həll olunacaq? Bu Bakının su problemi də, bu yağış problemi. Biz gəlin danışmayaq, Eldar müəllimin xətrinə dəyir, Eldar Əzizovun xətrinə dəyir. Hə, dəydi xətrinə dəyir. Bu danışmırsa, demək o problem yoxdur. Problem yoxdursa, problemin həlli istiqamətində də iş görmək lazım deyil də, hə? Yaxşı iş görməyəcəksə, növbətdə və yağış yağacaq, yenə o məsələ üzə çıxacaq. Bir körpü deysən, su ilə doldu 2 dənə cavan uşaq. Tunel, bəli, o tuneli hələ bizi neynirlər indi yağış yağın? Tuneli bağlayırlar ki, girməyin. Arkadaş, tuneli niyə bağlayırsan? Tunelə nasos qoy. Tural bəy, o nə yadıma düşdü? Kənd cəmiyyəti də biz kəndə bağlı insanları yağış yağmasını arzulayarıq. Yağış yağsın. Torpaq bərəkətli. İndi Bakıda insanlar ağlaşırlar, yağış yağmasın. Bir məsəl var, deyək, qaçan da çağırır Allaha Allah, qovan da çağırır Allaha Allah. İndi kənddə rayonlarda insanlar çağırır, yağış yağsın, Bakıda deyirlər, yağış yağmasın. Bakının qəsəbələri hələ də gölməçələrin içindədir, kanalizasiya xəttləri yoxdur. Deyirlər, burada qeyri-qanuni yaşayış salınıb. Qardaş, qeyri-qanuni yaşayış sahələrində minlərlə insan yaşayır. Baxın, biz buradayıq da sahil bağı ətrafında. Çox heç nə demirəm. Bax, bir dənə yeşik, balaca yeşik, sahil bağına qoyub, üstünə bir dənə tum qoyub sata bilərsiniz bircə saat. Bir saat nədir? 10 dəqiqə orada qalanmazsınız. Düzdür ya, yox. Balaca yeşiyə belə gələrlər sənədin, filənin, beşməkənin, az qala 5 nəsildən o tərəfə sənət gətir filan elə. Bən nətər olur? Bu boyda qəsəbələr 100 minlərlə evlər tikilir. 600 min deyirlər, yalan çəkir. Qeydiyyatçız ev, 600 min qeydiyyatçız ev salınıb, sənin xəbərin yoxdur. Lap salınıb, xəbərin də olmayıb. Artıq insan yaşayırdı orada. Ora kanalizasiya xətti çəkmək lazımdır. Ora sərgə səhman gətirmək lazımdır. Ora artıq o drenajlar salınır. Çünki insandır da orada yaşayan vətəndaş. Sənədi yoxdursa vətəndaş deyil. Fikirləşin, bunlar belə yanaşırdı. Əgər bu evin burada sənədi yoxdursa, bu qanunsuz tikilibsə və yağış yağıb bunu batırırsa, bizlik məsələ yoxdur, ölsün də. Qanunsuz yaşayır orada, o ölməlidir.
Elə şey yoxdur axı. Orada qanunsuz yaşamağın özü də sənin günahındır ki, sən necə göz yummusan orada boyda ev tikib, filan eləyib, düzdür? Gələrlə bəlcədən bizi dövlət strukturları nə edir? Ev tikəndə gəlib heç nə demirlər. Ta ki sən evi tikib, o damını örtəndə gəlirlər ki, müəllim, nə qoyamısan burada, qanun, qayda filan. Niyə? Çünki artıq tikimsən, axı söküb gedənməzsən. Artıq nə istəsələr verəcəksən. Sən bunu mən birinci daşı qoyanda gəldin ki, olmaz da. Mən də xərcimi töyməyim, deyim, olmaz da. Görüntü xatirinə bir-iki dənə yazığın evini uçurdular, onu da televiziyalarına, onu da biz necə uçurdular, deyirlər ki, bura məsələn filan dövlət müəssisəsinin ərazisidir, burada ev tikmək olmaz. Şap-başara buldozerdə uçurdur ev, bu da yetim boynunu büküb ağlayır filan. Sağında da villa, solunda da villa, arxasında və deyib bu ərazilər dövlət. Arkadaş, sağ solu gözümüzə gir axı. Heç olmasa elə yerdə sökün ki bunu, sağı solu dolu olmasın da. Bu yetim də boynunu büküb, sağında da villa, solu, arxası və deyib bu ərazilər qanunsuz evlər. Onu da sağını solunu da sök da. Tural bəy, mən sizə təşəkkür edirəm. Çox maraqlı söhbətlər və müzakirələr apardım. Mən tamaşaçılarımıza da təşəkkür edirəm. Amma xahiş edirəm ki, bu verilişi daha çox paylaşsınlar ki, digər dostlarımız da burada aparılan maraqlı söhbətlərdən məlumatlı olsunlar. Tural bəy, tamaşaçılarımız xahiş edirlər ki, İsrail, Amerika, Fars Molla rejimi arasında atəşkəsin davam etməsindən danışsın və bunun sonu necə proqnozlaşdırır, onu qeyd eləsin. Biz bunun sonu əslində müharibə dayanıb faktiki. Yəni müharibə nə bu dəqiqə Amerikaya sərf eləyir, nə İrana, nə də tutaq ki, Körfəz ölkələri. Müharibə bir dənə İsrailə sərf eləyir, İlham müəllim. O da ki, bilirsiniz, öz pulu deyil, öz canı deyil. Pulu deyir, o bizim atalar sözümüz var ya, deyir, arpa nəm hardan, su hardan, yaşayırdı öz içindir. Pul gəlir Amerikadan, silah gəlir Amerikadan filan. Nəyinə lazım? Bombalayırsa, dağıldığı şəhərlərdə Amerikan pulunla düzəldəcək. Amma Amerika gün ərzində 1 milyarda yaxın pul xərcləyirdi. Yəni o silahlara atılması. Məsələn, İran 30 minlik bir şahid atırdı. Şahid dronu da, o kamikadze dronu. Onu vurmaq üçün 2 milyon dəyərində raketdən istifadə olunurdu. Yəni fikirləşin, bir 10 dənə 30 minlik raket ilə 300 min, 10 dənə 2 milyonluq ilə 20 milyon. Yəni xərclər də çoxdur. Eyni zamanda orada Hörmüz boğazının bağlanması, dünya iqtisadiyyatına vurulan ziyanlar, bizə də artıq təsir edir. Turizm şirkətləri batır. Avropada bir çox şirkətlər artıq uçuşları ləğv edib, çünki orada təyyarə, benzin çatışmazlığı var. Enerji daşıdıları. Bəli, əsasən Körfəzdən 20%, 20-25% dünya neft ixracının 20-25% o Körfəzdən çıxır, yəni Hörmüz boğazından keçir. Və təbii ki, İran da özünü qoruyur. Yəni deyir, su meymunun boğazına çıxanda balasını ayağının altına qoyar. Yəni, bax, deyirsiniz, o məsələ çəkdiniz, əla. Ondan ötürü qonşularına zərər yetirməlisən. Ondan ötürü insanları, qonşu bölgələrdə yaşayan dostlara raket atıb, bomba atıb onları qırmalısan. Bilirsiniz İlham müəllim, bu özünü müdafiədir. O necə müdafiə? Qətərdir, Dubaydır, Kiyevdir, Küveytdir. Onlar balaca dövlətlərdir. Raketdən müdafiə kompleksləri də yoxdur. Yox, var. O qədər də deyil. Gəlsə bir sual verir. Eyni şeyi biz İsrailə də verə bilərik də sual. Məsələn, İsrail özünü qorumaq üçün Livanı bombalayır, Suriyanı bombalayır, İraqı bombalayır, Yəməni bombalayır. Qonşudakı bütün ölkələri bombalayır. İran da eyni xislətlidir. Amma məsələ baxın, məsələ nədir? İran ata bilirsə Fransanı bombalasın. İran Böyük Britaniyanı vursun. Zaten dedi, Avropanı vursun da. Yox, bir şeydir. Mən İranı müdafiə eləmək istəmirəm. Amma məsələ nədir? Burada haqq ədalət məsələsi var. İran nə deyir? Deyir, bax məsələn, ay Qətər, ay Bəhreyn, ay Birləşmiş Ərəb Əmirliyi, ya Səudiyyə, sənin ərazindən Amerikan təyyarələri qalxır, mənim ərazimi vurur. Böyük Britaniyadan da qalxırdı da. Yox, Böyük Britaniya icazə vermədi. Hətta Amerika Fransa vermədilər. İndi icazə vermədi. Nə Fransa, nə Britaniya çox icazə vermədi. Və dedilər ki, biz icazə və İranda elan elədi. Dedi ki, məsələn, Britaniya belə icazə versə, mənim raketim Britaniyaya çatsa vuracam. Və elə də elədi. Hətta səhv eləmirəmsə Fransanın bazalarını vurdu. Səhv eləmirəmsə 2 fransız əskəri falan yaralandı. Yox, Fransanın. Hətta deyəsən hansı ərazidə Fransanın məsələsi var, bazasını vurdu.
sordu Fransa. Yəni məsələ nədir? İran özünü müdafiə edir və müdafiəni də əsaslandırır. Rusiya da onu demişdi. Xatırlayırsınız, Rusiya dedi ki, hansı ərazidən mənim ərazim hədəf alınacaqsa mən o ərazini vuracam. Ukrayna məsələsi. Yəni İranın bu məsələdə tutduğu mövqe İlham müəllim, əslində ədalətli mövqedir. Mən İranın hazırki rejimini sevməyə bilərəm, amma dövlət olaraq İran özünü müdafiə edir, sistemini qoruyur. Və deyir ki, sən Amerikaya, məsələn bizdə də hərbi bazası olsaydı Amerikanın və bizim ölkə niyə deyir ki, biz İrana qarşı heç bir ölkəyə şərait yaratmayacağıq? Yox, bizim bazamız, bizdə Azərbaycanda İsrailin Amerikan bazası var. Ona görə üzr istədi də Pezeşkiyan. Ona görə və İran dedi ki, biz yenə də atacağıq. Bilirsiniz, İran o qədər böyük və qarışıq ölkədir ki, o məsələn Türkiyə və Azərbaycanın hədəf alınması təxribat xarakterli idi. Və ondan sonra görürsünüz Pezeşkiyanda digər məmurlar da çıxdı dedi ki, Türkiyə ilə biz dostuq, Azərbaycanı görürsünüz, ondan sonra atılım. Niyə? Çünki bəziləri Türkiyə və Azərbaycanı da müharibəyə çəkmək istəyirdilər. Amma şükür Allaha ki, həm Azərbaycan siyasiləri, həm qarşılıqlı anlaşma oldu ki, bu məsələ yox. Amma bizdən sabah, İlham müəllim, fikirləşin bizim Yevlax aeroportundan Amerika qırıcıları qalxır İranı vurur. Sonra da İran Yevlağı vuranda biz deyəcəyik ki, niyə bizi vurdun? Olmaz axı. Yəni o baxımdan İran rejimi özünü qoruyur. Və burada sual əslində bilirsiniz nə? Sual Amerikayadır. Sən 10.000 kilometr o tərəfdən gəlib burada nə aranı qarışdırırsan? Bax bunun altını daha çox biz çəkəcəyik. Siz istəyirsiniz ki, nüvə silahı istehsal eləsin, molla rejimi? Yox, mənə görə bilirsiniz, nüvə silahını ya heç kim istehsal eləməli deyil, ya da kim istəyir eləməlidir. Məsələn, mənə görə Amerika sistemindən molla rejiminin heç bir fərqi yox. İkisi də canidir. Məsələn, və yaxud da başqa. Məsələn, sizə sual verim. Amerikada nüvə silahından istifadə edən ölkə kimdir indiyə qədər? Amerikada. Hiroşima, Nagasaki, Yaponiya. Nə qədər adam? 100 minlərlə insan. 450 min insan. Bəli, 450. Sizə sual verirəm. İran rejimi hara bomba atıb 450 min insan öldürüb? Yox, gəl belə danışaq da. İran rejimi özü acından ölür insanları. Hizbullahı, Həması, İraqda bu müəyyən terrorçu qruplaşmalar niyə maliyyələşdirir? Onda eyni sualı da mən sizə verə bilərəm ki, məsələn, Amerika niyə Kubadakı terror təşkilatlarını maliyyələşdirirdi? Amerika niyə IŞİD-i maliyyələşdirirdi? Amerika niyə Əl-Qaidəni maliyyələşdirirdi? Hətta yaradırdı, düzdür? Bu məsələlər var da. Yəni, bilirsiniz, bu dövlətlərin xarakteridir. Məsələn, Osmanlı dövləti də o vaxtı İraya dəstək verib. İrlandiya azadlıq ordusu var idi, sonra ləğv olundu. Osmanlı dönəmində Britaniya savaşda orada İraya dəstək verirdi. Yəni, məsələ bilirsiniz, İlham müəllim, məsələ necə? Heç kim məni inandıra bilməz ki, məsəl üçün deyək də, Fransa İrandan daha ədalətli ölkədir deyə onun nüvə silahı ola bilər, amma İranın ola bilməz. Çin İrandan daha ədalətli ölkədir deyə Çinin nüvə silahı ola bilər, amma tutaq ki, İranın olanma. Hindistan daha ədalətli. Hindistanda müsəlman olduğuna görə insanlar qətlə yetirirlər. Bir dənə müsəlman olduğuna görə. Yəni, mən nəyin tərəf? Mən ümumiyyətlə nüvə silahının tərəfdarı deyim. Çünki nüvə silahı dünyanı sıradan çıxardacaq. Dünyanı, yəni ümumi evimizi dağıda biləcək bir silahdır. Amma bu hüququ da kimdəsə yoxdur ki, mən düzəltmişəm, mənə olar, sənə olmaz. Bilirsiniz nə yoxdur? Qarabağ məsələsində də bizə qarşı belə ikili standartlar idi. Erməni olar, sizə olmaz. Erməni gəlib səni işğal edə bilər, ərazilərini tuta bilər, 30 il oranı talan eləyə bilər, amma sən orada silah atanmazsan, sən müharibə eləyənməzsən. Yəni, indi də, baxın, sabah Azərbaycan sizə nüvə silahı olsun. Amerika gəlib deyəcək olmaz. Necə yanaşacaqsınız? Niyə olmaz, qardaş? Niyə olmamalıdır? Sən hardan çıxarsan o hüququ? Sənə kim verib o hüququ ki, səndə olar, məndə olmaz? O aydın deyib. İndi reallıq ondan ibarətdir ki, bu Fars molla rejimi nəzarət etdiyi ərazidə yaşayan insanlar az yalavaz vəziyyətdədir. Mən araşdırma apardım. Nəticə ondan ibarətdir ki, bir nüvə silahının əldə olunması üçün, bir real nəticə əldə olunması 5 trilyon dollar pul lazım. Lap yaxşı. O 5 trilyon dolları sən o hərbiyə, nüvə silahını istehsalə xərcləməkdənsə sərf eləməkdənsə xalqının maddi ehtiyaclarına sərf elədi. Olmaz yəni. Gəlin, mən sizə bir rəqəm deyim. Amerika Birləşmiş Ştatlarının hərbi büdcəsi illik səhv eləməmsə 3 trilyon. Hə. Nə deməkdir? Yox, 1 trilyondan biraz çox. 1 trilyon nə demək bilirsiniz? Sən onda adama deyərlər ki, belə şeysənsə, o 1 trilyonu xalqıva xərclə də.
Amerikada nə qədər evsiz var, eşsiz var, düzdür, işsiz var, narazılıq var. Ona xərcdə 1 trilyondur. Və yaxud da digər ölkələr. Yəni bilirsiniz, aclıqdan getsə Çində bəyəm hamı elə tox qarnın 1 milyard əhalisi var. Hamısı kef eləmir ki, acıyalava gözü Çin nə qədər pul ayırır hərbisinə, büdcəsinə, filanına, beşməkanına. Digər ölkələrdə var. İndi o İran xalqı maddi ehtiyacları varsa, niyə dekabrın 28-də başlayan və bir ay qədər davam edən etiraz aksiyaları zamanı Molla rejimi 72 min insanın qanını tökdü? Gəlin başqa sizə sual verin. Niyə tökdü? Mən sizdən sual verirəm. Əgəmləri bunların maddi ehtiyacları elə siz dediyiniz yüksək səviyyədə idisə, sosial problemlər yox idisə, niyə gəlin belə danışaq da. Məsələn, İranda nə qədər adam öldürüldüyünü dəqiq bilmirik. 73 min deyil. Hərə bir rəqəm deyib, tutaq siz dediyinizi. Yaxşı, indi sizə sual verim. O 73 min insanın hərəsinin 5 qohumuna vursaq nə qədər verir? 350 min. Bəli. Bəs niyə 350 min adam indi İranda küçələrə çıxıb rejimin yıxılmasını istəmir? Ona görə də Sebah hədələrlə dedi ki, İsrailə atdığımız raketləri həmin aksiya iştirakçılarının üzərinə atacaq. İnsanlar ölmək istəmirlər. 72 min adam ölməyə razılıq veribsə, küçələrə çıxırdısa, biz görürdük də, siz də biz də baxırdıq o mitinqlərə, cavanlar. Bəzi mənbələr 90 min deyil, amma özləri etiraf edən... O insanlar indi niyə çıxmır? O dediyim kimi də Sepah qorxurdularsa onda da qorxar da. Onda ümumiyyətlə indi hələ Amerika kimi, İsrail kimi bunları dəstəkləyən insanlar da birisi də Trump çağırış elədi. Çıxın küçələrə, biz sizə dəstək olacağıq, filan eləyəcəyik. Sepahı bombaladı, filan elədi. İndi niyə çıxmırlar küçələrə? Yəni bunlar bilirsiniz Amerikanın suallarımız çoxdur, çox xahiş edirəm. Bunlar hamısı Amerika və İsrailin algı məsələsidir. İran xalqı, baxın mən sizə bir şey deyim. İran xalqı öz taleyini öz əllə eləməlidir. Azərbaycan xalqı öz taleyini öz əllə eləməlidir. Rus xalqı öz taleyini özü. Heç kimin başqa dövlətin işinə burun soxmağa icazəsi yoxdur. Mən deyirəm ki, güneydəki Azərbaycanlılar öz taleyini həll edib, Təbrizdə Azərbaycanın üçrəyini bayrağı qaldırıb Güney Azərbaycan dövləti qurulmalıdır. Neçə miting gördünüz Təbrizdə, Ərdəbildə? Yox, bu müharibə dövründə. Bir də Azərbaycanlı gördünüz, çıxsın desin ki, mən Amerikanı dəstəkləyirəm. Təbrizdə oldu insanlara dərhal öldürdülər. 5 nəfər bu dəqiqə İranda, baxın, əslində bu müharibə dediyimiz bu qarşıdurma var, İsrail, Amerika və İran qarşıdurması İran rejiminin ömrünü uzatdı. O Molla rejimi dediyiniz İran rejiminin hakimiyyətinin ömrünü uzatdı. Xalq mitinqlərə çıxır, dəstək mitinqlərə, körpülərə çıxır. Belə bir məlumata yaydığı bir məlumata eşitdim ki, güya Molla rejimi belə iddiayla çıxış edib. Yəni yeni müharibə başlasa, 1 milyondan çox əskəri qüvvə ilə İsrail ərazisində quru əməliyyatlar güya həyata keçirir. Elə o haqqıdır. Ümumiyyətlə mümkün deyil belə bir iddianı reallaşdırmaq. Vallahi Amerika kimi ölkə əgər İrana quru əməliyyatı başlatmırsa, yəqin bir bildiyi var da. Amerika bizi İranın ordu ehtiyatı, quru qoşun ordu ehtiyatı dünyada ən böyüklərdən biridir. Yəni Pezeşyan 16 milyon dedi bir səfərdə olmuş. Yəni indi olmuş. belə baxanda yəni çıxarda da bilərlər. Çünki İran özünə görə ideoloji bir ölkədir və ideoloji ölkələrdə də bu məsələlər daha ciddi yanaşılır. Məsələn, Türkiyənin özü də ideoloji ölkədir, görürsünüz, quru qoşunlar sahəsində. İndi İsrail gəlib onu təyyarə ilə bombalayırsa, bunu da hüquqi yaranır ki, ordu ilə geçsin ora. Yəni əslində yenə deyirəm, baxın İlham müəllim, bu məsələdə necədir? İranın zamanında Azərbaycana münasibəti bəllidir. Bizim də İrana münasibətimiz bəllidir. İrana deyəndə oradakı hakimiyyətə münasibətimiz bəllidir. İranın Azərbaycan siyasətinə görə filan beşmək. Amma hazırki qarşıdurmada mən məsəl üçün siyasi əqidəm və yaxud da ədalət hissi mümkün vermir ki, durum deyim ki, yox, Amerika və İsrail düz eləyir. Düz eləmirlər. Yəni sabah necə bu gün İranı bombalayırlar, sabah da bizi bombalayacaqlar, birisini də Türkiyəni bombalayacaqlar. Onda nə deyəcəyik? Tural bəy, biz Amerika Birləşmiş Ştatlarında yaşayan Mahmudara Çöhrəqanlı ilə əlaqə saxlamışıq. Bəli, lap. Və Trump'ın olduğu o Şam yeməyinə olan hücum, eyni zamanda Fars Molla rejiminin Amerika Birləşmiş Ştatları arasında olan hazırki gərgin münasibətlərlə bağlı fikrini öyrənmişik. Mən rejissorumuzdan xahiş edirəm ki, imkan varsa həmin o səs yazısını bir səsləndirsin. Salamlar, əziz və hörmətli İlham bəy. Birinci sualınız bu şənbə günü, Saturday günü Amerikada baş verən terror hadisəsi ilə bağlıdır. Zənn edirəm ki, bu şəxs bəlkə müstəqil olaraq, yəni bir yerə bağlı olmayaraq, yəni İrana məsələn adamın zənni gedir, onu Prezident Trump rədd elədi.
Dedi, İranın bu terrorda əli ola bilməz. Qaldı, demişsiniz Kamala Harris cəbhəsində varmış bu insan, bu terror hadisəsində olan şəxs, bu terror hadisəsini yaradan şəxs, ona da inanmıram. Çünki Amerikada hər halda deşirlər, analiz edirlər, incələyirlər və əgər onların əli olmuş olsa, çoxa baxar. Onların da əlinin olmasına inanmıram. Fərd ola bilsin ki, müstəqil olaraq, yəni özü qərar verib və özü də bunu əməliyyata keçirib. Hər halda tutuqlanıb, sağ olaraq bunların əlindədir və mühakimə halındadır. Tərəf ciddi bir insana bənzir, yəni bu ki, mən eləmişəm və qərarı mən vermişəm, peşman da deyiləm və belə bir məsələlər. Hər halda incələnir, araşdırılır, yetişilir və yaxın günlərdə gerçəyin nə olduğu dünyaya açıqlanacaqdır. Bu bir məsələ. İkinci məsələ bu İsrail və Amerika bir tərəfdən və İranda hakim olan Fars Mulla rejimi bir tərəfdən bu savaş ki, Körfəzdə gedir, bölgəmizdə gedir. Onunla bağlı bir sual vermişsiniz. Bildiğiniz kimi çox qanlı və odlu bir savaş oldu və 40 gün məntəqədə ciddi halətdə bir gərginlik və patlamalar və bombardımanlar oldu. Belə deyim ki, demişsiniz ki, bu ateşkəs sürər ya yox. Məncə hər iki tərəfə çoxlu xəsarətlər dəyib və Amerika və İsrail də, əlbəttə məxsusən Amerika, o nə deyirlər, qərar verdiyi hədəflər, yəni təyin elədiyi, müşəxəs elədiyi hədəflərə çata bilmədilər hamısına. Açığın deyim, mən izləyirəm xəbərləri, Amerikanın müxtəlif xəbər ajansları və xəbər pəxş edən TV-lərindən güya 3-4 günlük bunu nəzərdə almışdılar. Və bunun da istəyəni İsrail imiş. Çünki bunlara Xamneyinin və ətrafında olan bir iddə üst düzey məsullardan Xamneyinin ofisində oturumların və iclasının xəbərin vermişlər və hər halda belə qərar verilmiş ki, belə fikr edilmiş ki, Xamneyi və ətrafında olan o 10 nəfərə yaxın önəmli qərar verici şəxslər məhv olursa, rejim köçər. Nə yazıq ki, olmadı. Olmadı, yəni belə deyim ki, baxınız bunun zamanı o millətin xiyabanlara tökülən zamanı idi. Bilirsiniz ki, ciddən bütün şəhərlərdə xiyabanlar doluydu. Əlbəttə Azərbaycanda bu etirazlar çox gücsüz olduğunda illəti var. İlləti də budur ki, Pəhləvini önə verdilər. Pəhləvini Almaniyaya, Pəhləvini Fransaya, Pəhləvini başqa ölkələrə dəvət, Pəhləvini reklam eləmək, təbliğ eləmək, bəli, bu bir alternativ ola bilər və Pəhləvi dönür filan. Bu, bilirsiniz, 1946-da rəhmətlik Pişəvərinin qurduğu Azərbaycan milli hökumətini, muxtar hakimiyyətini məhv eləyən bunun atası olub, Məhəmməd Rza olub. Və xəbərlərə görə 35 minə yaxın insan qətlam edilibdir. Və minlər insan zindanda və 10 minlər insan təbid və 70 minə yaxın insan da arazın quzeyinə, sizin tərəfizə pənahəndə olmaq, sığınmaq, didərgin düşmək, qaçqın olmaq zorunda qalmışlar. Çox ağır bir, inanılmaz, yəni bir millətin çıraqlarını söndürmək, bir millətin ziyalılarını məhv eləmək, bir millətin dom dolu milli və siyasi şuura sahib olan öncüllərini, bayraqdarlarını məhv eləmək bir hadisəsi idi ki, məhv elədilər. Və gördünüz ki, bu
50 il susqunluq oldu və 95-də mənim İran parlamentına Təbrizdən namizəd oldum, aday oldum və o 400 toplantımız millətinlə və yarım milyon millətlə söhbətlərimiz, danışıqlarımız və dalısıca mənim adımı, yəni 673 min real bağıma rağmen adımız ikinci mərhələdə seçkilərdə sildilər və məclis və parlament yerinə Təbriz-Tehran zindanlarına götürdülər. Və hər halda bir hərəkət başladıq. Güney Azərbaycan Milli Hərəkatı başlandı. Başınızı ağrıtmayım, gəlim... Türk şərəndə bu Amerika Birləşmiş Ştatlarının və İsrailin bombardmanları nəticəsində öldürülən hərbi siyasi rəhbərliyin siyasi dərc olunan zaman orada Mürtəza Xamneyinin də adı və şəkli həmin o xatirə lövhəsində dərc olunub. Ölübmü bu adam? Ola bilirsiniz, maraqlıdır ki, bu adam təyin olunandan, seçiləndən bu günə qədər bir görüntüsü yoxdur. Düzdür, bir görüntü vermişlər bir dəfə qərargahda yeri. Sonra da deyildi ki, tutaq ki, süni zəka ilə düzəldilib. Hə, süni zəka ilə düzəldilib. Sonra dedilər ki, səs yazısı çıxdı, dedilər, bu da ola bilər. Əsasən yazılı müraciətlər edir. Əslində, biz burada iki tərəfli yanaşma var. Əslində, indi məsəl üçün bu müstəbanın görsənməsi xalq üçün əlavə bir stimul olar, dirəniş üçün bir əhval-ruhiyyə yaradar. Amma ikinci bir tərəfdən də məsələ var ki, ola bilsin Amerika və İsrailin onun yerini müəyyən edib, onu qətlə yetirməməsi üçün gizlənir və ehtiyat edirlər. Çünki bir təbliğat var ki, ölüb, öldürmüşük, öldürülüb. Bunlar da bunu sübut eləmək üçün məcburdur, bunu çıxartsınlar üzə. Bunu üzə çıxardanda bunu da öldürəcəklər. Yəni burada bir psixoloji savaş gedir. Nə qədər gizlədəcəklər ki? Müharibə bitənə qədər gizlədə bilərlər və gizlətməlidirlər bəlkə də. Niyə? Çünki baxın, müştəbanın sağ olmasının özü belə rejimi ayaqda saxlayır ki, dini bir liderimiz var, vahid bir mərkəzdən idarə oluruq, onun tapşırıqlarıdır filan. İndi fikirləşin, sabah deyilsə ki, bu ölüb, yoxdur. Artıq bir xaos yarana bilər də. Yəni rəhbər yox, yeni rəhbər seçilənə qədər bir hakimiyyət boşluğu yarana bilər, avtoritet boşluğu yarana bilər və boşluq heç də İranın xeyrinə işləməyə bilər. Ona görə də müştəbanın indi hətta dünyasını dəyişibsə belə, öldürülübsə belə, onun etiraf edilməməsi də doğru addımdır. Amma hə, indi üzə çıxarılmırlar, şayələr olur, amma şayə 50-nin 50-yə sağdır ya ölüdür. İndi bəziləri deyir sağdır, amma sağ bunu üzə çıxartdılar, bu da Larijani çıxdı üzə, gözü öldürdülər, bugün yoxdur Larijani. Və yaxud da digərləri. İndi o baxımdan da bu adam... Yəni ateşkəs dövründə belə bizə çünki bu ateşkəs müvəqqətidir, ateşkəs sayılmır. Bu ortada bir sülh razılaşması yoxdur. Məsələn, ateşkəs, rəsmi ateşkəs bitib. Yəni bu dəqiqə belə deyil, şəxsi təşəbbüslərlə uzanır bu ateşkəs. Amerika atmır, İran atmır, amma rəsmi müddət, o 2 həftəlik müddət bitib, yoxdur. Amma bir razılıq da yoxdur. İranın şərtləri var, Amerikanın şərtləri var. İran Amerikanın şərtlərini qəbul eləmir, Amerika İranın şərtlərini qəbul eləmir. Hələlik qeyri-müəyyənlik var. Yəni sabah həm də burada bir cığal oğlan obrazı var da, İsrail. Məsələn, Amerika deyəcək, mən vurmadım, İsrail vurdu. Məsələn, Xamneyini kim vurduğu hələ bilinmir. Hətta məsəl üçün İsrail etiraf elədi ki, biz vurmuşuq. Yəni də indi və yaxud da Amerika Trump səfərləməsi etiraf elədi ki, danışa biləcəyimiz adam qalmayıb. Yəni demək ki, Amerika danışmaq istəyir. Kimlə danışmaq istəyir? İsrail vurur onu. Niyə? Çünki İsrailə lazımdır ki, müharibə davam eləsin. Rejim zəifləsin. Yəni deyirsə sağdır. Sağ da ola bilər, belə də yaralı da ola bilər, dünyasını dəyişmiş də ola bilər. Amma mən də İran rejiminin yerində olsaydım, hazırki siyasəti davam elətdirərdim ki, yəni müştəba sağdır, gizlədirik filan elə. Ölübsə çıxım deyim ki, ölüb aləm dəysin bir-birinə. Yəni o baxımdan sağdırsa da belə çıxardım deyim, bu deyil, burada sağdırsa bir dənə də raketlə vursun. Zaten o birisi raket tək ondan deyil də, kəşfiyyatın içində orada agentlərin olması, xarici ölkə agentlərinin, Amerika, İsrail agentləri, yəni orada çox olmasından bağlı inam da azdır deyə gizlədirlər və bu da başa düşüləndir. Hələlik də effekt də verir də. Yəni müştəbanın ortada olmaması, əgər İran-Amerika qarşı durmasında İrana ziyan deyilsə, davam edirlər də. Rejim qalır da. Yəni. Hətta rejim qalır, müharibə raketlərini atırlar. Niyə özlərindən belə yenilik kəşf eləsinlər? Sistem işləyirsə... Amma informasiya yaydılar ki, güya yeni liderin seçilməsi üçün hazırlıqlar gedir.
Vallahi indi o yenə kim yayır, o qədər biz əslində iribinizəsin müharibəsi həm də informasiya müharibəsidir, psixoloji müharibədir. Yəni bu müharibə informasiya müharibəsində sərhəddi olmalıdır da. Yoxdur, burada yoxdur. Məsələn, informasiya müharibəsinin sərhəddi yoxdur. Görürsünüz, məsələn, Amerika dedi ki, getdim 2 əsgərimi qurtarmaq üçün 2 dənə böyük təyyarə, 2 dənə vertolyot, 200 nəfər göndərdi. İnandınız siz Amerikaya ki, yəni 2 nəfəri xilas etmək üçün 200 nəfəri göndərib, 2 dənə təyyarə göndərib, 2 dənə helikopter, 2 dənə təyyarə də helikopter də orada vurulub, batıb, nədir 2 əsgərimi qurtaracam. Yəni 400 milyon, 300-400 milyon arası ziyana düşdü 2 əsgərini xilas etmək üçün Amerika. Yəni deyir ki, əsgər xilas etməyə getmişdim. Amma hamımız bilirik ki, əsgər xilas etməyə getməyib. Yəqin ki, uranı oradan çıxartmaq istəyib, o da uğursuz əməliyyat oldu. Yəni indi hərəsi bir cür təqdim eləyir də bu məsələləri. Başa düşdüm, Tural bəy, mənim üçün çox belə maraqlıdır, tamaşaçılara da maraqlandıran sualdır. Yaxşı başa düşdüyüm Müstəbə niyə görə üzə çıxmır, siz onu əsaslandırdınız. Bəs bunun atasını niyə dəfn eləmir o Xamneyni? İndi bilirsiniz, Xamneyi, isə Xameyni olsun, Xamneyi olsun, indi Müştəbanın özü də sağdırsa, bunlar İran dövlətinin hazırki quruluşu üçün simvollardır bu adamlar. Bunlar bir özlərinin varlığından, özlərinin ölümündən, özlərinin hətta ölümündən sonraki dönəmdə belə o sistemin varlığı üçün fəaliyyət göstərirlər. Məsələn, görürsünüz, Xamneyi neçə ildə ölüb, Xameyni. Amma biz hələ də şəkillərini asırlar, hələ ondan statlar gətirib filan. Yəni bu adamlar rejimin yaşamaq. O liderlərdir də, o başa düşüləndir. Təbii ki, indi məsələn Xamneyinin necə dəfn eləsinlər? Elə 5 adamı yığışsınlar, biz o qovum-əqrabanı dəfn eləyən kimi. 40 mərasimin yəqin yadınızda Erməni kilsəsində keçirdilər. Erməni kilsəsində də qeyd etdilər. Niyə bizdə də qeyd elədilər? Ziyafət Əsgərov getdi, Şahin Mustafayev getdi. Olar, yox, bizdə onda Şahin Mustafayev niyə gedirdi? Və yaxud da ki, Ziyafət Əsgərov niyə gedirdi Xamneyinin 40-ına? Yəni indi kilsədəki kilsədə qeyd eləyir, oradakı orada qeyd eləyir. Məsəl üçün deyək də, sabah sizin xristian dostlarınız var. Sabah İraq-İraqsa bir şey olsa, orada məsələn xristianlar yığışıb desə ki, İlham yaxşı oğlan idi. İndi o demək siz pissiz. Yəni bilirsiniz bu məsələ nədir? Niyə dəfn eləmirlər? Yəqin ki, gözləyirlər ki, atəşkəs olsun, sülh olsun, böyük bir yas mərasimi təşkil eləsinlər, xalqı birləşdirəcək bir tədbirlər eləsinlər. Bu Xamneyinin şəhadəti ətrafında yeni bir əfsanə, yeni bir hekayə yaradılsın və xalq bu hekayə ətrafında vahid cəmlənsin, birləşdirilsin. Mesela Stalin dəfni necə olmuşdu? Stalin dəfnində 60 neçə bir-birini ayaqlayıb öldürmüş. Leninin dəfni. Yəni bu belədir. İndi kimsə gözləyirsə basa-basa müharibənin ortasında aparıb Xamneyini tez bazar dəfn eləyəcəklər filan. O da gözlənilən deyil. Mən elə fikirləşirəm, onlar ehtiyat edirlər ki, İsraillə Amerikanın qəbrini belə vura bilərlər. Yox, o qədər eləməzlər. Çünki əks effekt verər o. Çünki bu dini lider olub, bu faktiki legitim ölkə başçısı olub, zamanında bununla Amerika danışıqlar aparıb, İsrail danışıqlar aparıb. Yəni bunu biz tanımırıq, bu terrorçu olub deyə bir şey yoxdur. Adam hüquqi bir dövlətin özünə görə bir siyasi və dini rəhbəri olub da faktiki. Yəni bu Ben Laden deyil ki, məsələn bunu terrorçu deyib aparıb məzarının təhdid cənazəsini okeana. Sepahı ki, terrorçu kimi tanıyıblar. Səhv eləyiblər. Biz də Pentagonu tanıyaq, biz də Saxalı tanıyaq. Hamı tanıyır da. Məsəl üçün Qəzzada Avropa İttifaqı tanıyıb terrorçu kimi. Netanyahunu da beynəlxalq məhkəmə cinayətkar kimi tanıyıb, barəsində həbs qəti imkan tələb edir. Amma Xamneyinin o barədə həbsi yoxdur. Və yaxud da ki, o Sepahın rəhbərliyi barədə elə bir qərar yoxdur, amma Netanyahu haqqında var. Yəni, bilirsiniz, məsələn, biz də Ermənistan ordusunu terrorist təşkilat kimi tanımışdıq. Və yaxud da Araya Karutunyanı terrorist kimi tanıyırıq. Dünyada tanımayan da var, tanıyan da var. İndi bu məsələni İsrail belə tanıyır deyə, Amerika belə tanıyır deyə, belədir demək bir şey yoxdur. Məsələn, sizə bir şey deyim. Cəmi baxın, 6-7 il bundan qabaq biz sizinlə bu studiyada danışsaydıq, siz mənə deyəcəydiniz ki, Taliban terror təşkilatı da Amerika onu elə tanıyır. Düzdür ya, yox. Amma indi Taliban Əfqanistan rəsmi hökumətidir və Amerikada onunla oturub danışıqlar aparır. Nümayəndəliyi yoxdur. Yox, səfirliyi var yoxdur və onu terrorçular siyasətdən çıxardıb. Və yaxud da başqa bir şey deyim. Cəmi 4-5 il bundan qabaq 4-5 il Şaranı 10 milyonda başına pul qoymuşlar. O gün Trump qucaqladı, yaxşı oğlansa. Yəni bunlar hamısı nisbi məsələlər. Siyasətdir. Amma ilk dəfədir ki, ilk dəfədir dünya təcrübəsində hərbi bir bloku, yəni
Onu terrorçu qurum kimi tanıyırlar. Avropa Vallahi İttifaqı kim tanıyır? Avropa tanısın da. Avropanın özünde mesela Afrikada terrorçu təşkilat kim tanıyırlar? Avropa İttifaqını. Avropa İttifaqının ayrı-ayrı ölkələrini, Afrikada bir çox ölkələr terrorçu. Çünki onların ordusu zamanında Afrikada zülm edib, işgəncələr edib. Mesela Ruandada, Ugandada insanları qətlə yetirilib. Belçikanın özü olsun, Fransası olsun, Britaniyanın özü, Hindistanda. Yəni onu biz də tanıyırıq da. Biz də deyirik Bolşevik ordusu terrorçu ordu olub. Amma indi gör Ruslar Bolşeviklər terrorçu kim tanıyır? Yox, deyirlər ki, Sovet İttifaqının ordusuydu. Amma biz məsələn Şamiyan və yaxud da Kirovun, gəlib Azərbaycanı işğal edən Kirov 11-ci Qızıl Ordunu məsələn terrorçu kimi tanıyırıq. Amma Rus tarixi deyir ki, bunlar Rusiya dövlətinin, yəni SSR-nin ordusuydu. Yəni bunlar nisbi anlayışdır və Amerikada dünyanın elə yiyəsi deyil ki, hər dediyinə razılaşaq. Dünyada haqq ədalət olmadıqca, vahid qaydalara, qanunlara əməl eləmədikcə belə biz olmuyor. Mesela Amerika İranı bombaladı. Hardan sanksiya almışdı? BMT-dən sanksiya almışdı? Yox. Ben sen öz başına istədiyin yer niyə bu? Onda sabah Çin də Tayvana girsin. Rusiyada nə bilim və Rusiya Ukraynaya girəndə biz hamımız bütün dünya ayağa qalxdıq ki, hüquqi dövlətdir, sərhədlərini pozursan. Eyni şey də İran eləyir, Amerika eləyir, İsrail eləyir. Eyni şey İsrail Livana girməklə eləyir. Məsəl üçündür. Yəni bu məsələlərdə bilirsiniz, ya ədalətli mövqe tutmalıyıq, ya tərəf, həm ədalət məsələsində, həm tərəf olmaq məsələsində bizim mövqeyimiz Amerika ilə üstə düşə bilməz, düşmür də. Çünki həmin Amerika-İsrail cütlüyü sabah Türkiyənin üzərinə gələcəklər. Dolayısıyla bizim üzərimizə gələcəklər. Yəni ona görə də biz indidən o gözü çıxmış qardaşdan dərsimizi almalıyıq deyə düşünürəm. Tabii bilmirəm sizin kətdə belə bir məsələ var yoxsa. Bizdə hərdən deyirlər xoşlamadığın adamdan kimdənsə xoşun gəlmir. O xoşlamadığın adam da kimdənsə xoş gəlmir. Deyirsə də get sən vur o öldür. Sən canını ondan qurtarsın. Bizim də canımız səndən qurtarsın. İndi qoy İran Molla rejimi Allah verirdi İsraili məhv edirdi. O mövqedə var. Hər ikisindən canımız qurtarır. O mövqedə var əslində ki, iki zalimi, Allah zalimləri bir-birinin əli ilə cəzalandırar. Amma biz ölçməliyik ki, burada bizim marağımız nədir? Məsələn, bizim İranda xaosun ortaya çıxması bizim marağımızdadır. Bax, sizə bir sual verim. Hörmətli Çöhrəqani danışdı burada. Bax, bu məsələlərdə də İranda Amerika hücum eləməmişdən qabaq və ya hücum eləyəndən sonra şahın adımı çoxallandı, yoxsa bizim cənubluların azadlıq hərəkatının adı çoxallandı? Şahın. Etiraf edək. Onda bax, biz nə deyirik? Biz deyirik ki, təsvir edən halda da. Ya, ay son, biz onda nə deyirik? Biz deyirik ki, bu rejim yıxılsın, amma şah rejimi gəlsin. Partiya sədrlərinin günahıdır. Siz mütəşəkkil bir kampaniya apara bilmədiniz. Siz bir iş görə bilmədiniz. Hörmətli İlham müəllim, biz burada Azərbaycan xalqı olaraq... Hacı Mustafa'nın müsahibəsinə baxıram mən. Əvvəllər odlu alovlu danışırdı Güney Azərbaycanla bağlı. Bu dəfə elə danışır ki, sanki elə əbalı geymiş o mollalardan biridir. Fazıl Mustafa'nın mövqeyi özünə görədir. Mən sizə bir şey deyim. Baxın, ümumiyyətlə mən düşünürəm ki, bizim Cənubi Azərbaycan ideyamız o məsələ burada daha çox şişirdilib, nəinki orada. İzah edə bilmirəm. Hətta baxın, mən sizə bir şey deyim. Trump Kürd separatçılarınla belə adını çəkdi, amma türklər barədə danışmadı. Baxmayaraq ki, İran əhalisinin 50-60%, 40 milyondan çoxu nədir? Türkdür. Amma görürsünüz, Kürdlərə silah da göndərdik. Kürdləri ayağa qalxmağa çağırdı. Kürd deyə müraciət elədi. Xatırlayırsınız da? Niyə türklərə müraciət edir? Demək ki, silahlı mübarizə nəticə verməyəcək. Gül çiçəklə gedəcəkdi Molla rejimin üstünə. O yanlışdır. Pişəvəri necə uğradı? Pişəvəri SSR-nin dəstəyinlə, SSR-nin silahınla. Öz-özünə eləməmişlər ki, sonra SSR çıxan kimi Pişəvərində qovdular, orada da üstünə. Yəni, İlham müəllim, siz deyirsiniz ki, biz burada yaxşı fəaliyyət göstərməmişik deyə orada o yanlış yoxdur. Orada 40 milyondular. Onlar bizə deyir, siz o yanını. Onlar bizə ağıl verməlidir, biz onlara yox. İzah edirəm. Bizə elə gəlir ki, baxın, mən bilmirəm, siz ünsiyyətdə olmuşsunuz ya, mən Cənubdan heç bir siyasi kimliyi olmayan 4 nəfərlə həbsxanada ünsiyyətdə olmuşam. 4-ü türk idi. Biri Ərdəbildən filandan Azərbaycanda bəli, narkotik gətirməklə filandan bağlı həbs olunmuşlar. Biz də mitinqlə bağlı həbs olunmuşduq. Orada söhbət edib, Cənubi Azərbaycandan söhbət düşəndə mən gördüm ki, bunlar deyir, qardaş, biz sizə niyə birləşməliyik? Siz bizə birləşin. Baxın, türkdülər və heç bir siyasi kimlikləri yoxdur.
İzah eləyə bildim? Çünki bizim dövlətimiz var. Hə, dövlətimizlə aramız yaxşıdır, pisdir, özümüz bilərik. Biz niyə sizə birləşməliyik? Yəni biz baxın, o rəqəmlər varmı ki, məsələn 40 milyonlu Azərbaycanın neçə faizi Cənubi Azərbaycan müstəqil olmağını istəyir? Mənim yanaşmam bu məsələyə necədir? Əgər Cənubi Azərbaycanla bağlı yanaşmamı qeyd edeyim. Mənim yanaşmam odur ki, 40 milyonlu Azərbaycanlı orada 300 min kvadrat kilometri ayırıb Azərbaycana birləşməli deyil. 40 milyonlu Azərbaycanlının 1 milyon 600 min kvadrat kilometri İranda hakim xalq olmalıdır. Demokratik rejim olsun, qardaş. 40 milyon demirik bizi, prezident də bizdən seçiləcək, parlament çoxluğu da bizdən olacaq, filan da bizdən olacaq. Necə ki, Türkiyə türk dövlət deyil, hansı ki, orada Kürtlər də var, Lazlar da var, filanlər də var, düzdür ya, yox. İran da elə olacaq. Farsı da olacaq, Kürdü də olacaq, avarı da, ləzgisi də, amma türklər çoxluqdadır deyə, bizdə indi talışı, ləzgisi, avarı yoxdur, var da, amma türk xalqı çoxluqdadır deyə, bura türk dövləti gedir. İndi oranı da, bilirsiniz, biz ayraq filan eləyək, bunlar biraz həm əsassız, həm tarixi istinadı zəif olan məsələlərdir. Məsələn, biz bütöv Azərbaycan, Cənubi Azərbaycan, qardaş, Cənubi Azərbaycan anlayışı bütün İrandır da, Fars körfəzinə qədər. Şah İsmail hara qədər? Ərdəbili, İsfahana qədər eləyib, yoxsa Körfəzə qədər eləyib? Nadir Şah hara qədər eləyib? Qacarlar hara qədər eləyib? Biz niyə bu qulağını, İranın bu yuxarı hissəsini, yəni bizim cənub İranın şimal hissəsində 300 min kvadrat kilometrdən yapışmışıq ki, burada azadlıq olmalıdır. Yəni bu məsələlərdə bilirsiniz daha çox diskusiyaya ehtiyacı olan məsələdir və Azərbaycan dövlətinin özü nə qədər işləyib ki bu məsələdə? Lazım olanda İran rejiminin arası dəyəndə burada cənubları yığıb tədbir eləyir. Cənab Prezident İlham Əliyev Azərbaycan Diplomatiya Akademiyasının çıxışında qeyd elədi ki, mən 50 milyonluq dünya Azərbaycanlılarının prezidentiyəm. 50 milyon. Hər bir. Yəni bu elə özü onda mən sizə dövlət başçımız tərəfindən hər bir Azərbaycanlıya dəstək edir. Demədi ki, Cənubi Azərbaycanlı. İndi sadəcə təbii ki, hələ ki dedi ki, Azərbaycanlıların, o Azərbaycanlılar Rusiyada da var da. 50 milyon içində Rusiyada yaşayan da var, Türkiyədə yaşayan da var, Qazaxıstanda, digər yerlərdə yaşayan, onların da prezidentiyəm dedi, Azərbaycanlıların. Onda desin ki, Rusiyada mənimdir da. Yəni, izah elə bilim nədir? Biri var Azərbaycanlıların, biri var onların yaşadığı ərazilər də mənimdir. Yəni, zaten mən düşünürəm ki, baxın, İran adlı dövlət əvvəl olub Səfəvilər, sonra olub, tutaq ki, Afşarlar, sonra Qacarlar filan. Bax, sizə sual verim, niyə Qacarların adı ortalığa çıxmadı? 24-cü ildə üsyan edib də bu Qacarlarla Rusiya arasında müqavilələr imzalanır. Yox, mən nə demək istəyirəm? Bax, bu Amerika İrana hücum eləyəndə, niyə Pəhləvi adı ortaya çıxdı, Qacar adı ortaya çıxmadı? Çünki Pəhləvinin babası, indi o təlxəyli eləyən Amerikada o təlxəyin babası bizim Qacar xanədanının polkovniki idi, ordusunun. Düzdür ya, yox. Şah döydü, bir şey döyüldü. Yəni 1926-cı ilə qədər orada Pəhləvi adlı bir xanədan olmayıb. Bunlar darbecidirlər, bunlar çevriliş eləyiblər. Oranın əsl xanədanı 100 illərlə kim idarə edib? Qacarlar. Niyə Qacarların sülaləsindən adam tapıb demədilər ki, gətir səni şah eləyək? İzah elə bilim nə demək istəyirəm? Ya bu məsələlərdə İlham bəy, biz biraz emosiyalarımızı kənara qoymalıyıq xalq olaraq, millət olaraq. Daha pragmatik, daha geniş düşünməliyik. Mən məsələn İranın parçalanması, bölünməsinin tərəfdarı deyiləm. Mən bunu mən İranın demokratikləşməsinin tərəfdarıyam. Səs vermənin, Türkiyədəki sistemin orada bərpasının tərəfdarıyam. Çünki sabah orada demokratikləşmə olsa, Türkiyə kimi bir sistem olsa, İran olacaq türk dövləti. Fars körfəzinə qədər. Burada Azərbaycanda ən azı bu molla başlar var, insanlar. Xameneyi, o mollaların az qalı əbalarını öpməyə, əllərini öpürlər. Onlar da artıq olmayacaqlar. Mən sizə bir şey deyim, İlham bəy. Baxın, biz molla deyirik, molla rejimi, amma molla dini termindir. Məsələn, mən imanlı adamam, namaz qılaram, oruç tutam, Allah eminəm və molla bizə görə dini termin. Şərqi Ərəbistanda da, Dubayda da var da mollalar. Onlar görmürsən necə sivildilər. Onlar da, yox, baxın, mənə görə onlar, əksinə İranda olmasa seçki var, onlarda heç seçki də yoxdur. Yəni onlarda ümumiyyətlə məsələn müxalifət mığzını deyən kimi edam eləyirlər. Amma görürsünüz İranda onlara nisbətən daha demokratikdir. Amma niyə məsələn Trampa sual vermək olar? Necə sən onda niyə Küveyt xalqının azadlığı uğrunda mübarizə aparmırsan, ay Tramp? Və yaxud da Səudiyyə Ərəbistanının kralının xalq gücü arvadlara da təzə-təzə maşın sürməyə icazə verir. Get orada qadın hüquqlarını qoru da.
Düzdür? Yəni bu məsələ mənim dostum kimsə o yaxşıdır, mənim rəqibim kimsə pisdir məsələsidir. Və yenə deyirəm, bunlara biz dini rejim də deyirlər. İrandakı nə Səudiyyədəki, nə İrandakı dini rejim də deyil. Dini rejim müsəlmanlara mərhəmətli olar, müsəlmanlara dəstək verər, insan haqlarını qoruyar. Bu həm Səudiyyəyə aiddir, həm Birləşmiş Ərəb Əmirliyinə aiddir, həm Bəhreynə aiddir, həm Livana aiddir. Livanda düz başqa sistemdir. Həm İrana aiddir. İzah edə bildim İlham müəllim. Bu məsələlərdə biraz daha çox PR məsələsi var. Bir rəy yaradıblar. Bizə də o rəyin qurbanı olmaq tapşırılıb. Biz də elə göz kör-körənə qurban olur. Biz millət olaraq həmişə ayaq sayırıq. Olaq inşallah, nə deyim? Tural bəy, siz həmişə Azərbaycan cəmiyyətində, siyasi arenada tanınmış şəxslərdən sizin fikirlərinizə cəmiyyət həmişə diqqət sayırır və sizə də jurnalistlər arasında böyük hörmət var. Çox sağ olun, mən də sizə çünki həmişə açıq olmusunuz. Çox sağ olun. Mətbuata, televiziyaya və bizim də verilişimizin dəfələrlə qonağımı olmuşsunuz. Bu dəfə də həmin o maraqlı verilişlərdən birini keçirdik. Buna görə sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Dəvət üçün minnətdaram. Tamaşaçılara da təşəkkür ki, baxdılar, vaxtlar. Sağ olun. Hörmət tamaşaçılar, bununla da verilişimiz sona çatır. Bir daha xatırlatmaq istəyirəm ki, qonağımız AK Partiyanın sədri Tural Abbaslı idi. Sağ olun, növbəti görüşə qədər.